şükürde kalmak. Her an, her adımda ya Rabbim bu imtihan sana hoş mene kabul. Çünkü o aile tarafından kaygı görmemek bu senin için büyük bir imtihan demek. Ne der Kur'an? Elbette Allah bendesini biraz acılık, biraz korku, biraz itkiler, biraz dikkatsizlikler, biraz karşı durmalar vesaire gibi çetinliklerle sınava çeker, imtihan eder. Bu imtihanlara şüküründe kalıp sona dek düzenler bəxtiyardırlar. Necə ki, Yusif kardeşleri tarafından kaygı görmürler, şiddete məruz kalır ve kuyuya atılır. Şüküründe kalır. Kul bazarında satılır. Şüküründe kalır. Zindana atılır. Şüküründe kalır. Təlim oradan almaq lazımdır. Çünkü senin aileni o şekilde getiren, onların simasında seni sınava çekip imtihan eden senin Rabbindir. Məsləhətinə şükür. Qəlbində sığınacaqsan ve ya Rabbim, ben harda səhv etmişim, beni bağışla. Onları da bağışla ki, o ailene bir şey olsa tüstün təbəqlə çıxar. İndi belə qəbullanmamağına baxma. Onların səhvini mənə bağışla ya Rəbbim, qəlbinə get, mənim səhvim özün bağışla. Harda biz səhv etmişik ki, bax belə ailədə huzur yoxdur, sevgi yoxdur, saygı, qayğı yoxdur. Bağışlanma diləyəcəksən, çünki səhvsiz insan yoxdur. Kur'an'da aydın buyurulur ki, sizin başınıza gelen müsibət öz əməllerinizle kazandığınızın əvəzidir. Sən də müsibət yaşayırsansa, ola bilsin ki, haçansa ya özün, ya valideynin, ya bəddua deyib, ya qınıyıb, ya lağ edib ki, bugün sen bunu yaşayırsan. Elə belə deyil içine. Nəsə, nədənsə doğulur. Başa düşdün mü? Belə. Bu məsləhəti görərdim. İstəsən mənə özəldə də yaz, daha geniş sənə kəlamların ayəsindən, surəsindən də yönəldim. Diqqətlə oxu və şüküründə qal. Bu sənin üçün imtihandır. Vəssalam. Ya Rəbbim, bu imtihan sənə xoş, mənə qəbul. Belə deyəcəksin.